Müsəlmanlar ən birinci təqva olmaqda çağıran və İslam şəriəti, İslam qayda qanunu gəlib ki, insanların həyatını tənzimləsin və ona görə İslamda zərər yoxdur. Kimsə ki, dində zərər var, o dindən heç məlumatı yoxdur və ya onu alladıblar və ya başqa tərbiyə alır. İslam hamısı əmrlər xeyirdir. O məsələlərdən ki, İslam çəkindirib, deməli, onda şər var. Xeyir yoxdur onda. Ona görə hər bir həyatın, hər bir məsələsinə toxunub, ailə həyatı, qonşu, qohum, cəmiyyət, insanın özünə aid məsələlər, hər məsələyə. Heç bir din belə din yoxdur. Bu cür məsələlərə toxunar, bu cür təfsilatına və deyib necə olmaq lazımdır və qadağan edib necə olmaq olmaz. Necə olmaq olmaz. Nə xeyirdir, nə də zərər. Hər şey bəyan edib. Və həmçinin ən əzəmətli məsələlərdən mühtərəm müsəlmanlar bizə səbri tövsiyə edib. Allah Subhanahu wa ta'ala Quranda 90-dan çox yerdə səbri bizə tövsiyə edir. Və səbri ümumiyyətlə hər vaxt müsəlman müminin ehtiyacı var, xüsusən də fitnə olanda və xüsusən də təzyiqlər görəndə və s. Allah Subhanahu teala fikir versin Quran-ı Kərimə səbri ən gözəl əməllərdən deyir. Budur Yaqub aleyhissalam. O vaxt ki Yusuf aleyhissalamın qardaşları, Yaqubun övladları Yusufi güya ki öldürmüşlər. O elə zəndilər ki axır Yusuf ölüb və atasına xəbər verəndə atası axırda nə dedi? O buyurur ki fəsabrun cəmil. Yusuf surəsi 18-ci ayət. Yəni, səbir etmək ən gözəl nə qalıb mənim üçün? Ən gözəl əməl ancaq səbir etmək. Və səbir etmək möhtərəm müsəlmanlar, səbrin mənası odur ki, öz nəfsini həbs edirsən, öz nəfsini saxlayırsan ki, həddə aşmasın, Allaha asilə gedməsin, sözlə, fikirlə, əməllə. Səbrin mənası budur. Ona görə həmçinin, ona görə alimlər də deyir ki, səbrin mənalarından da biri, yəni şikayətçi olmamaq. Şikayət eləmək ki, mən neş belə oldum, neş belə və s. və s. Və İbn-i Cüreyc deyir, rahiməhullah, Mücahiddən, o da deyir ki, ayənin mənası odur ki, Yaqub aleyhissalamın sözündə, Allah subhanətlərin kəlamında budur ki, yəni mən heç kəsə şikayət etməkəm, səbir deyəcəm. Və İbn-i Teymiyyə rahiməhullah buyurur və gözəl səbir, o səbirdir ki, hansı ki şikayət yoxdur. İbn-i Qeym buyurur rahiməhullah, səbir dinin hər bir məqamında var. Hər bir məsələsində din səbiri əmr edib. Bax, Əyyub aleyhissalama Allah subhanətlə onu tərifləyir, lakin tərifləyir hansı əməlinə görə? Səbirli olduğuna görə. O cür Allah subhanətlə ona bəlalar verdi, imtihana çəkdi, o səbir etdi. Allah subhanətlə buyur ki, İnnə vəcədnəhu sabira. Biz onu səbir edənlərdən gördük. Sad surəsi 44-cü ayə. Və səbrin növləri çoxdur möhtərəm müsəlmanlar və əsaslı növlərindən də bəziləri İbn-i Qeym buyurur rəhməhullah və deyir ki, səbrin növlərindən Allaha itaətdə səbir eləmək və həmçinin günahlara səbir etmək, asiliyə səbir etmək. Allah subhanətlə bəzi məsələlərdən qadağan edib, onları özünü saxlayırsan, qoruyursan özünü. Və həmçinin üçüncü səbrin növlərindən də biri də odur ki, bəlalara səbir etmək. Allah itaət, yəni məsələn tutaq ki, səbirliysən elmi tələb etməkdə, səbirliysən namazları məsciddə qılmaqda, səbirliysən gecə namazlarında və s. Sən savab qazansın bu əmrlərə görə. Həmçinin günahlar da çoxdur.
Nəfs istəyir bəzi şeyləri. Ola ki, səbir deyirsən, nəfsi rəfs eləmirsən və savabı qazansan. Və həmçinin də Allahdan gələn bəlalara. Bu yoxdur ki, hamısında bəla olur. Allah subhanət hələ heç kəsi ancaq bəla verib xeyr vermir və ya hamısına xeyr verib bəla yox. Hər kəsə yaxşı da olur, pis də olur. Allah subhanət hələ bu cür imtihanı çəkilir müsəlman, möminləri, ümumiyyətlə insanları. Və İbn-i Teymiyyə rahimehullah buyurur, Allah subhanət hələ 90-dan çox yerdə bu səbri bizə qeyd edib, tövsiyə edib. Bax, namazla qeyd edib. Allah subhanət hələ buyurur ki, وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ Namazla və səbirlə Allahın kömək istəyin, Allah'a sıxının. Bəqərə surəsi 45-ci ayə. Həmçinin Allah subhanət hələ buyurub ki, imamlığa ancaq, dində imamlığa ancaq səbirlə və yəqinliklə çatmaq olar. Allah subhanət hələ buyurur ki, وَجَعَلْنَ مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ Səcdə surəsi 24-cü ayə. Həmçinin səbrə ehtiyac var, xüsusən elm tələb eləməkdə. Muaz ibn Cəbəl radiyallahu anh buyurur, elm öyrənin, elm oxuyun. Çünki elmi tələb eləmək ibadətdir və onu barədə məlumatlar çoxaltmaq, Allahdan qorxunu çoxaltmaqdır. Və o elmi axtarmaq cihaddır. Və onu öyrənmək və öyrətmək sədəqədir. Və onu daima müzakirə eləmək, Allahı zikr etməkdir, təsbih eləməkdir. Onunla Allah tanına, onunla Allah ibadət onlar. Onunla Allah ibadət onlar. Onunla Allah təriflənər. Allah subhanət hələ o elmdən insanları qaldırar və imamlar edər və həmçinin mühtərəm müsəlmanlar elmi axtarmaq üçün, elmi tələb etməyi cihad adlandırır şəriət. Və cihadda necə bilirsiniz, səbrə ehtiyacı var. Ona görə Allah subhanət hələ fikir verir, Əsr surəsində buyurur, وَلَا əsr, əsrə vaxta and içəndən sonra buyurur ki, Allah and içə bilən neysə. Amma biz Allahdan başqa heç kəsə and içə bilmərik və ya heç nəyə. Ona görə Allah subhanət hələ əsrə and içir və buyurur ki, وَلَا əsr, İnnəl insənə ləfi xusur, bütün insanlar xəsarətdədir, yəni ucumaqdadır, mənasız həyat keçirməkdədir və s. Bir dənə o sifətlər ki, onlarda var, onlardan başqa. Yəni, onlar xəsarətdədir. Kimlər də olar? İlləlləzina əmanu. Onlar ki, iman gətirərlər, və amilus salihət və yaxşı əməl sahiblər, yaxşı əməllər görərlər, salih əməllər və tavasov bil haqqi. Bir-birlərinə tövsiyə, haqqı tövsiyə edərlər və tavasov bil sabr və səbri bir-birlərinə tövsiyə edərlər. Ali ibn Abi Talib radiyallahu anh buyurur, Ömər Xəttabın qaynatası və deyir ki, radiyallahu anh deyir, səbir imanla müqayisə eləyəndə elə bir ki, cəsəddə baş kimidir. Əgər baş qırılsa, əgər baş olmasa, deməli cəsəd də onda sağ olmaz. Gör, səbir imanda necə yer tutur? İmanda. Və ona görə sonra səsini qaldırır və deyir ki, radiyallahu anhu, deyir ki, kimin səbiri yoxdur, onun imanı yoxdur. Yəni o mənada ki, yəni imanı kamildir. Ümumiyyətlə şəriətdə belə ləhsləri elə başa düşmək lazım, yəni kamil deyil. Ona görə mühtərəm müsəlmanlar Allah subhanətlə əmri səbr edib, səbri əmr edib. Allah subhanətlə buyurur ki, Ya eyyuhəl-ləzina əmanu, iman gətirənlər, İsbiru və sabiru və rabitu və attaqullah ləalləkum tuflihun. Əl-İmran surəsi 200-cü ayə. Allah subhanətlə iman əhlinə səbrli olmağa tövsiyə edir və bildirir ki, bu ayədə nəcat tapasız. Həmçinin Allah subhanətlə əmr edir səbri ibadətlə gətirir və buyurur ki, fa'budhu və sabir li ibadəti. Məryəm surəsi 65-ci ayə. Həmçinin başqa ayədə Allah subhanətlə buyurur ki, vəmur əhləkə bis salati və sabir aleyhə. Əhl-i beyti və namazı əmr et və səbir et bu barədə. Tahə surəsi 132-ci ayə. Və həmçinin bəlalara səbr etmək, çətinliklərə və çətinliklər olmalıdır. İmtihana belədir. İmtihan Allah subhanətlə hər kəsi bir cür imtihana çəkilir. Yaxşıyla, pisliklə. Ona görə mümin imtihana çəkilir. O deməkdir, insan iman gətirdi və salam ona işin olmayacaq. Əksinə Allah hamısını imtihana çəkir. Hətta mümini də xeyrlə və şərlə. Və əvvəlin əlacı, əgər xeyrlə sən imtihanı çəkirsə, əlacı budur ki, qiyməti şükür etmək. Əgər şərlə imtihanı çəkirsə, əlacı və qiyməti səbr etmək.
Ona görə mühtərəm müsəlmanlar, şər olmalıdır, pislik olmalıdır. İbn-i Qeym rahimehullah buyurur, bir kişi Şafii'dən soruşdu, ya Əbə Abdallah, hansı əfsəldir? O kişi ki, ona yaxşılıq olur, neymət Allah subhanahu ta'ala neymət verir, şükür edir. Yoxsa o kişi ki, ona bəla gəlir və səbir edir. Hansı əfsəldir? Şafii rahimehullah deyir ki, heç kəs ola bilməz ki, xeyr bəladan sonra bəlasız gəlsin. Bəla gəlir, sonra xeyr gəlir. Bax Peyğəmbərlərə, Nuh'a, İbrahimə, Muhammed sallallahu aleyhi ve sellemə, bax onlara bəla gəldi, sonra xeyr gəldi. Allah subhanahu ta'ala o vaxt onlar səbir etdilər, Allah subhanahu ta'ala onlara onunla xeyr verdi və bəlasız xeyr gəlməz. Və elə adam yoxdur ki, yəni ağır olmasın ona. O olmalıdır. Həmçinin mühtərəm müsəlmanlar, Peyğəmbər sallallahu buyurub ki, ümumiyyətlə səbrin fəziləti mömin üçün böyürdür və səbir etməkdə böyük də xeyr var. Peyğəmbər sallallahu buyurur, nə qəribədir mömin həyatı. Əgər ona yaxşılıq olanda onu şükür edər və onun üçün xeyr olur. Və elə ki, bir bəla olanda onu səbir edir və onun üçün xeyr olur. Müslim rivayət edib. Və həmçinin, əgər Kəhf surəsini oxusaq, Musa aleyhissalamla Xızırın söhbəti fikir verirsən, orada səbir ayrıca bir dənə yer tutmuşdu, səbir məsələsi. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün qəniməti böləndə biri narazılıq eləyir və sahabilərdən biri gəlir deyir ki, ya Rasulullah, biri narazıdır. O işlənir, Peyğəmbər sallallahu hətta işlənməyi üzündə görünür, qəzəbi. Lakin deyir ki, Allah subhanahu Musa'ya rəhm eləsin, Allah Musa'ya bağışlasın. Məndən də çox əziyyət görmüşdür və səbir edirdi. Buxari Müslim rivayət edib. Və həmçinin səbrin fəzilətlərindən möhtərəm müsəlmanlar, Ayşə radiyallahu anhə buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, kim qızından əgər bir çətinlik gəlsə, bir bəla gəlsə qızından və səbir etsə, Allah subhanahu onu bağışlayar, cənnətə daxil edər. Tirmizi rivayət edib və Şeyx Albani buyurur ki, səhihdir. Həmçə İbn Abbasın rivayətində buyurur ki, Peyğəmbər sallallahu buyurur, kim əmirindən bir şey görsə, hansı ki istəməyən, münkər bir məsələni görsə əmirindən, ona səbir etsin. Çünki kim cəmaatı bölsə, onun ölümü cahiliyyət ölümü kimidir. Müslim rivayət edib. Ona görə, bax səbrin yeri İslamda necədir? Ona görə alimlər də buyururlar, səbir imanın yarısıdır. Ona görə Savri rahimehullah, Süfyan Savri buyurur ki, səbri də bilmək üçün baxmaq lazımdır. 3 şey var səndə, yoxsa yox. Əgər 3 şey varsa, deməli sən səbirlisən. Deməli, birinci, öz ağrılarını başqalarına danışmaq. İkinci, öz müsibətinə baş gəlir, cəmaata danışmamaq. Və üçüncü də özünü tərifləmək, özündən razı olmaq. Düzdür, bu demək deyil ki, heç kəs demə, deyə bilərsən həkimə və yaxın adama məsləhət deyə bilərsən, lakin söhbət burada qəsd odur ki, yəni cəmaata danışmaq, mən belə və ya özünü tərifləmək və s. Bunlar da xəstələrin hərəkətləridir. Təbii ki, bu 3 şey olmasa, sən səbirlərdən sayılmırsan. Ona görə mühtərəm müsəlmanlar, ümumiyyətlə bu mövzu böyükdir, danışdıqca çoxlu vaxt aparır. Lakin xulası budur ki, xüsusən imtihana çəkilirsən cürbəcür insanlardan. Görsən də fasiqlər nəsə deyir, deyə nəsə eləyə bilər. Səbir et, səbirli ol. İnsan dininə görə əziyyət çəkə bilər, təhqir oluna bilər. Lakin səbir etsə inşallah sağ qazanacaq. Amma kimlər ki edir, Allah inşallah cəzalanamaz elər. Bu dünyada və ahirətdə ona vardı, narahat olma. Allah subhanahu hər şey eşidir, hər şey yazılır və qiyamət günü var. Əgər bu dünyada bəlalanmasalar, inşallah qiyamət günü alacaq elər. Ona görə sən arxayın ol. Ona görə nəsə olsa, səbir etsən, inşallah onda savab var. Ona görə mühtərəm müsəlmanlar, bax faydalanan səbrin, səbirli olanda, yəni çox təəssüf ki, yəni görürsən, ola bilər, Peyğəmbər salsan yolunu tutduğuna görə əziyyət verirsin sənə. Peyğəmbər salsan buyurub ki, bax gələcək, əziyyət çəkəcəklər dini əməlləmək, elə bir ki, közü əlində tutmaq kim olacaq? Çətin. Və lakin Peyğəmbər salsan deyir ki, o vaxt ki, dini əməlləyənlər 50 kişinin savabını qazanacaq. Peyğəmbər salsın deyir ki, ya Rasulullah, soruşdular ki, ya Rasulullah, o vaxtın kişilərinə yoxsa indikini? Dedi, indikini, sahabilərin.
Ona görə əziyyətə görə və s. görə səbir edən savab qazanır inşallah. Və çox təəssüf ki, görsən hərdən olur belə, görsən sünnəyə əməlliyənə təhqir olunur və s. Kaş ki, onlar öz ailələrinə baxsaydılar, ondan yaxşı idi. Öz ailələrinə baxmırlar, durub dindarlarını danışmaq. O eyvdə axı. Elədir. Qadınların keyimindən danışsalar, yaxşıdır, məktəblərdən və sonra mavilərdən və s. O daha münasib olardı. Lakin dindardan danışmaq, dindar ələ salmaq, bu, nə bilim, necə insandır o. Ona görə təsəvvürün faydalanır, mühtərəm müsəlmanlar, səbir nəfsi sakitləşdirir, çox xəstəliklərdən manidir, yəni sitardır, səni qoruyur, qoymur xəstələnəsən, səbəbdir və həmçinin tələsməyi qoymur səni, peşmançılıq çox çəkməyə, həmçinin qəzəblənməyə, həmçinin qorxmaqdan səni uzadır. Həmçinin faydalanır mühtərəm müsəlmanlar, imanı kamilləşdirir və İslamı gözəlləşdirir və həmçinin Allahın məhəbbəti artırır və cənnətlə müjdələnirsə insan və həmçinin cəhənnəmdən uzaq olur və həmçinin Allah subhanət hala səbr edənlərləndir. Allaha daha yaxınlaşırsan və həmçinin kişinin sifətlərindəndir və həmçinin Allah subhanət haladan rəhmət və bərəkət qazanmaqdır. Ona görə səbir et, çalış səbirli ol və naşükür olma yenə və çətinliklər olur, Peyğəmbərlər çətinliklər çəkib. Ona görə kim səbir etsə inşallah onun əcrini də görəcək. O bəzi xatırlamaq idi. Allah subhanət hala buyurur ki, xatırla, çünki xatırlamaq müminlərə fayda verər. Aqul həzə və əstəğfirullah li və ləkum və lisanil müslimin min kulli zəm əstəğfiru innehu huvəl ğafurur rəhim.